Salam, bugünün 29 Mart OTK 9-cu sinif sualları ilə tanış olaq. 56-cı sualla başlayaq. 56-cı sualda bizdən düzgün variant istəyir və diqqət edirik ki, burada friend sözü cəmdədir və bilirik ki, a little cəmlə işlənməz, a lot of yoxdur. Cavab 1, 4, düzgün variant B variantı. 57-ci sualla davam edirik. Burada zən var, müqayisə dərəcəsi bizə lazımdır. Müqayisələri baxanda. Daha sonra digər tərəfdə in the word üstünlük dərəcəsi olmalıdır. Burada Z artiklı yoxdur, səhvdir. Düzgün variant D variantı. 58-ci sualla davam edirik. Very difficult to believe. İnanmağa çox çətin, incredible, inanılmaz. Düzgün variant D variantı. 59-cu sualla davam edirik. 59-cu sualda baxırıq. Nöqtələrdən sonra morning tea isim gəlib. İsim gəlibsə biz hers isimlə işlənmir, yaza bilmərik. Digər tərəfdə isim gəlmişdir və mine-dan sonra bir-iki isim gəlmir. Hersdən sonra isim gəlmir. Düzgün variant D variantı olacaqdır. Növbəti sualımızla 60-cı sualla davam edək. 60-cı sualda baxırıq ki, bizdə while zaman budaq cümləsidir və zaman budaq cümləsində hər iki tərəfdə eyni olmalıdır. Was, is, düzgün cavab burada Y variantı, 60-da Y variantı olacaq. İzahı da qeyd edim. Belə ki, eyni zaman olmalıdır. Eyni zamanlara diqqət etsək, was, is olmaz. Was sleeps, indiki zaman keçmiş uzlaşmır. Həmçinin digərdə while-dan sonra will işlənməz. Düzgün cavab Y variantı. 61-ci sualla based ondan işlənir. 9-cu sinifdən bizə məlumdur və digər tərəfdə filled with-lə düzgün variant bəli C variantıdır. 62-ci sualda compound-la mürəkkəb isim və 2 və daha artıq isimdən ibarət olmalıdır. Düzgün cavab Y variantıdır. Home, work, bed, room, rainbow. Digər variantlara nəzər salsaq, şəkilçidir, şəkilçilər, men şəkilçi, tion şəkilçi, bəli, düzgün variant Y variantıdır. 63-cü sual məchul növdür. Məchul növdə diqqət edirik. Birinci qayda. Birinci, xəbərin yanında gələn söz tamamlıq, daha sonra zamana diqqət edirik. Yəni, the reports əvvələ keçir və baxırıq cümlə id ilə bitib, keçmiş zamandır. Keçmiş zaman reports cəmdə olduğuna görə were düzgün variant D variantı olacaqdır. Desəz ki, C variantı biz bilirik ki, were-dən sonra bin gəlməz, was-dan sonra bin gəlməz, digərləri zamana görə uzlaşmır. 64-cü sualla davam edirik. Mürəkkəb tamamlıq qaydasıdır. Want, 3-cü qrup feildir. Want-dan sonra to işlənir, araya söz girir və to işlənir və to ilə işlənən yeganə variantımız Y variantıdır. Düzgün cavab Y olacaqdır. 65-ci sualla davam edirik. Damage sözünə close meaning, yaxın mənalı söz istəyir. Dağıtmaq, ziyan etmək və burada broken, destroyed, 1-4 düzgün cavab B variantıdır. 66-cı sualla davam edirik. Düzgün cümlələri seç. Burada diqqət edirik. Cümlə ing gerundan başlayanda xəbər təkdə olur. 1 düzdür. 2-də ofdan uzlaşmadır. Ofdan əvvələ baxırıq. Was cəmdədir. Has yox, have olmalıydı. Ona görə 2 səhvdir. 3-ə baxırıq. Söz önündən əvvəlki söz books cəmdədir. Was yox, were olmalıydı. Yəni 2, 3 burada səhvdir. 2, 3 variantlardan çıxanda cavab 1, 4, 5-dir. Və 4-ü də baxaq. Zeri, zera ilə başlanan cümlədə ofdan əvvələ baxırıq. Types cəmdədir. Ar işlənib. Heç bir səhv yoxdur. Söz önündən əvvəlki gələn sözə baxırıq. Plastic bag təkdədir. Was işlənib. 67-ci sualla davam edirik. Industry, habit, disease. Çox rahat sözlərdir. Disease xəstəlik, illness uyğundur. 3B. Habit vərdiş, often davamlı olaraq tez-tez etdiyim bir hərəkət A. Bir də düzgün variant olacaq C variantı. Production of goods, raw materials. Sənaye mənasında 1, C, 2A, bəli, Y variantı düzgün cavabdır. 68-ci sualla davam edirik. Sinonimlər istəyir. Big, enormous. Böyük, nəhəng, düzgün cavab 1 və tired, exhausted, yorğun mənasında 1, 4 düzgün cavabımız olacaqdır. Angry, qəzəbli, satisfied, razı, amazing, möhtəşəm, boring, darıxdırıcı, bunlar sinonim deyil. Növbəti suallarımızla davam edəcək. Növbəti suallara da baxacaq.